pozitiv mənada milliyətçi olmuşam. Çünki Azərbaycanlıların potensialına çox inanıram. Bu bizim iqtisadi tariximizi araşdırmaqdan gəlir. Məsəl üçün Xəzər xaqanlığı bizim coğrafiyada 7-ci 10-cu əsrlərdə dünyanın ən uğurlu iqtisadiyyatına malik idi. Yəni ki, Amerikalı beyin mərkəzləri hətta o Xəzər xaqanlığını araşdırıb və onların iqtisadi modelini nümunə kimi gətiribdi. Həmin bu dövrlər üçün bizdən uğurlu iqtisadiyyat yox idi. Və mən həmişə deyirdim ki, biz 70 il ki, Sovet hökuməti tiraniyası altında yaşamışdıq. Azərbaycan bölmələrində keyfiyyətli təhsil verilmirdi. Daha çox rus dilində, rus kitabları daha çox aktivləşmişdi. Və biz Azərbaycanlılara və Azərbaycanlığımıza böyük bir etimadsızlıqla yaşamağa başladıq. Azərbaycanlılardan alınmaz. Bu Azərbaycan üçün deyilə Fərhad, sən yenə niyə danışırsan? Mən bilirəm niyə görə danışıram. Çünki birincisi olmuşuq, dünyanın ən uğurlu iqtisadiyyatı. Və mən bu 2 il ərzində Saxalindən tutmuş Niderlanda gedərək o qədər Azərbaycanlı gördüm ki, çox böyük vəzifələrdə, böyük neft şirkətlərində çalışır. Və özüm də neft-qazdan çıxdığıma görə Azərbaycanın o vaxtları, əgər sən BP-də ya da BP ilə çalışırdınsa, yəni ki, prinsipcə orta sinifdən yuxarı hesab olunurdun da, maaşlar, filanlar, idarə etmə metodları tamamilə başqa idi. Mən görürdüm ki, əgər sən düzgün şərait yaratsan, Azərbaycanlılar necə performans göstərə bilir, istənilən bütün digər millətləri üstələyə bilir. Əgər şərait yaratmayacaqsansa, əlbəttə ki, hamı pis nəticə göstərəcəkdir. Və bu mənim beynimdə bu milliyyətçiliyi formalaşdırdı.